Yadımdan çıxmaz, həmsayələrimiz bəran ki, oyadıq, duvarlar biz çalardı. Tomadım qırqah deyərdik. Bəli, bu aynı hal məsələn gənə bir tezət vardılar, gənə əlhamdülillah. Tuturlar, rəftarına da olurdu, qolu, köməkliklər olurdu, qolu fəqərəyə. Gəldim zaman ərzü məsəl orucu tuturduq, piçin də olurdu, tuturduq. Ya ikisi də olurdu, tutardı. Salam əziz və hörmətli görənlərimiz. Çox xoş gəlibsiniz bu videoya. Bu videoda Mah-ı Rəhmət, Mah-ı Bərəkət və Ramazanlıq ayındayıq. Umudumuz vardır ki, hamımızın taətləri və itaətləri bu ayda qəbul olsun və bir-birimizin və kasıbların və yoxsulların da içində olaq inşallah. Əzizlər, bu aylar rəhmət ayıdır və çox gözəl və xatirəli aylar. Və bilirsiniz ki, gözəşlədən hamımızın xatirələrimiz var. Xatirələr ilə yol bir olun və bu həmişə gedək və bu xatirələri eşidək. Salam Hacı, yorulmayasınız, vaxtınız xeyir olsun, qəbul olsun. Hacı, qədim zamanın xatirələrindən buyurun, qədim zamanın oruçluqlarından, o şeylər ki, zehninizdə qalıb, ya uşaqlıq zamanı, ya sonra ki, hər nə mənə zehninizdə qalıbdır. Qədimin qonaqlıqlarından, bir yerə yığışmaqlarından, xatirələrlə buyurasınız. Gəldim zaman ərzü məsəl orucu tuturduq, piçin də olurdu, tuturduq. Ya ikisi də olurdu, tutardı. Bəli. Sübhdəki saatı qurardıq, ondan durardı o baş. Bəli, bəli. İzzət bəxşilərin biri bu deyil, sübh əzanı əzan verərlər. Televizyondan, heç satdan xəbər yoxdur. Yox idi, bəli. Əzan verərlər ki, bəli, indi o başdanlıqdır. Münacət verərlər əlbəttə. Münacət, bəli. Münacət verərlər. Bəli. Durardıq, o başdanlığımızı yerdik, səhər də gedərdik işimizin üstünə. Qədim famil bu cürüdür da, geçəli, geçə şirin olurdu, geçənc olurdu. Ləhərə qədim kasıbçılıq da, heç də yoxdur, televizyonda, radioda. Mehr məhəbbətlə xanəvadə bir-birinin yanına yığışmaq. Məsələn, xub bilirsiniz ki... O vardı, bəli. Əmoğlumgilə məsələn gedirdik, daimgilə gedirdik, şəb nişinliyə, bu cür bizətlər vardı. Oruçluğun məxsus qəzaları vardı. O məxsus qəzalardan buyurun. Məxsus qəzalarının biri bu idi. Şama ayran aşıb şirədilər. O başda avqustat qoyardılar. Bəli. Bir də ki, xub qəşəng qəzalardan ki, həmişə در واقع پای ثابت همیشه süfrələrdir. Firni ilə məmulən kotletdir da. Bəli, o cürdür da. Küftə pişirərdilər, bu qismətlərdən süt aşı pişirərdilər. Uşaqlıq xatirələrimizdən biz biraz yekəldik, getdik mədrəsiyə, ibtidaiyyəcə oxumuşam, artıq oxumamışam. Allah səlamət versin inşallah. Ərzı məsəl çox qəşəngidir. Bəli. Kəşavətçilik də eləyirdik. Aha. Orucumuzu yeməzdik. Tutardıq, bəli. Çörəklər qatışanda bu yana o yana danışırlar da. Qatışmasa ha, elə hamı düz dərbəşsə, elə həman düzlüklər, namaz, oruç, hərzət yerindədir da. Düzdür, bəli. Ayrı bir xatirələrdən zehninizdə qalan olsa buyurun. Ayrı xatirələrimiz valla, yekəlmişdik dədəmiz barmağını, hayana tutsaydı, o yana gedirdik. Bəli. Bir də məsələn, sübh gedirdik, məsələn, davarımızın dağlıca, malımızın dağlıca, onlara yer verirdik, gətirdik, cehrə qoşurdular, sürürdük. Bəli. Keşavətçilik də keşavətçilik eləmiş. Keşavətçilik idi, çətinlik idi, gün altı idi və qolu məruf deyərlər. Onları heç kəs saymırdı, elə amma tuturdular, bəli, vəssalam. وهو السميع البصير وهذا شهر أسلمته وكرمته وشرفته وفضلته على الشهور وهو الشهر الذي فرضت صيامه. Buyuransınız ki, kullən qədim zaman oruçluqlardan nə mənə xatirənizdə qalıb zehninizdə? Valla qədim zaman mənim tənha o ki, yadıma gəlir, məxsusən səhərlər. Bir yarım saat, bir saat qalan gələrlər, qapını döyərdilər. Duduzarlar səhəriyə. Vağən özü bir xatirəli bir günlər idi. Təsvan indi get-be-get dingir kəmrəngiləşib də, yəni kamil kəmrəngiləşib. Ya elə səhər iftarilər,
sufralar açılardı, cəm bir Hamil yeri var. bibinin yanına gelip Təşrifat yox idi. Məsələn, der hətta bir dənə der hətta bir dənə elə çöçə pənir bərbər. Məsələn, sadə sufralarla gözəl hamı bir yerə yığışırdı, alı idi. Məhəbbət var idi. Dərs vardı. İndi bilmirəm bəhs bu şəraiti zamanı biraz güzel. Mənim yadımdan çıxmaz həmsayələrimiz bəran ki, oyadıq duvarlar biz çalaydıq. Afərin bə qaplan. İndi bu dərsvanı əla bu vəziyyətdə birinin səhərdə qapısını döyəsən biraz olsa biraz ay yerəcəklər. Allah səlamət. Mütşəkkir edirəm. Əgər bir xas xatirə var zehninizdə buyurasınız da. Vaqən oruçluq yaxçı aydı. Yaxçı aydı. Adam Vaqən nəzmin zibatı. həm az lahazı ruhi rahat dəşir, həm az lahazı cismi. Biləxərə indi özü göstər. Elmi sabit edib bədənə də niyazı var. İnşallah ki Allah bu aydın füyuzatını bizlərə bir əhməl eləməsin. Təşəkkür edirəm. Məmnunam. Təşəkkür edirəm. Sağ olun. Elhamdülillah. Təşəkkür edirəm. Hamısını haşiyəm xudafə. Qədim mən təqribən 10-12 sindindən oruç tutardım. Allah qəbul eləsin. Yenə tutaram elə. Bəli, Allah qəbul eləsin. İndi 90-dan ikəsi sindim. Maşallah, maşallah. Amma elə varam. Evdə bir qızımam, bir özüm. Bəli, bəli. Qızım Ərşədə oxuyub. Buyurudunuz. Ev oğlunun müəllimidir böyük Maşallah, mədrəsəsi. maşallah. Allah səlamət. Bir də mənəm. Allah Xanım səlamət pot eləsin. olub. İşim Allah yox. böyrükdən əsir eləməsin. Xahiş Əzizimiz deyirəm. Bu oruçlu proqramına çox əlaqəm var. Çox təşəkkür. Dedilər, Tərbizdə qızım var. Bəli. Zəh vurublar ki, 7 nəfər yığışacaq gələr sizə iftara. Bəh, bəh. Teyb olsun. Gəlin. Hə, deyirəm, 7 nəfər gəlsin, ha? Burada evdəki qızım, niyə, nə olubdur? O birçilər də gələcək. Buradakılar, ha? Bəli də. Allah Gecə qapınızı hesaba açıq salmışam. Bəli. Görüm 57 nəfər olur. Maşallah. Uşaqlıqda mən təqribən məni bir dənə dədəmin dostu var idi. Allah Dədəm Kəşavəz idi. Bəli, bəli. Şərov deyərlər. Bəli, bəli. Şurabda. Bəli, bəli. Hə. Bu çöllərdə çoma dıngırqa deyərdik. Bəli. Onlar biçərdilər, hamamçılara verərlər, yandırarlar, su qırarlar. Tulambarlanda. Tulamba deyərdim, mən istəmədim tulamba deyəm. Bəli. Yox. Bir gün o yoldaşı buna deyir ki, oğlanı neyniyibsən heç, məni yanı. Bir dənə tək oğlan idi. Bəli, bəli. Yox. Dedi, valla, apardım qoydum zada, miskər yanı. Aha. Hə. O zaman sənət çabatdan qabağı idi. Bəli, bəli. Dedi, sef eləyibsən, dədəmə dedi. Dedi, necə? Dedi, 3-4 dənə ulaq alaydın, ulaq. Ataydın qabağına gündə bir 5-6 qıran gətirərdi. Dədəm ona dedi ki, geçirdi bu işləri. Sən də açsan, mən də adam. Bəli. Hə, mənim validəm şəhərli idi. Bəli, bəli. Allah. Dayısı Şeyx Nəvanın hərəminin içindədir. Allah ruhunu şad eləsin. Hə. Acaba o tabaq oruculardan da deyin. Bəli. Tabaq oruculardan da Ada deyin. tabaq orucu heç daha. O da özü bir hesabdır da. O tabaq orucu da o oruç yetişməyən olur da. Hə. Deyərlər tutcunam deyil, məsələn, böyük babam, böyük anam, məsələn. Valla düzünə baxasınız, elə qədiyim vaqən qədimdə qalıb. İndi o halə hava nisbət ona görə kəmrəngtər olur. Allah doğran vaqən axırı zamanı deyil, biraz oruçluq qisməti biraz indi kəmrəng olub. Mütəəssifanə be qolu. Vəli bu ayın hal məsələn gənə bir tədad vardırlar, gənə elhamdülillah. Tuturlar, rəftamət olur, be qolu, köməkliklər olur, be qolu fuqaraya əksərən. Bu halətdə məsələn, əksərən bunlar vardılar. Gənə Adam qədimin o süfrələrin, xatirələrin, familin, dəqiqən özüdür. İndi mütəəssifanə indi onlar bəli. Bir dənə firni ilə, bir dənə kotletlə gördün, hamı yığışırdı, famil. Sadəliyi ilə bərqərar olurdu və hamıdan da bir yad eləyirdi. Mütəəssifanə yadımdan çıxmazdı cingo qablar. Bəli, bəli. Modelli qablar da yox idi, cingo qablar da firni, bəli. Dəhi 50, 60. Bəli. Ondan da vaqən ləzzəti çoxdur, çəndanidir. Be qolu sufraya baxmırdılar rəngarəng ola ya məsələn. İndi məsələn cozu bir şeylə görsən, hamı bahəmlikdə dilxoşluq var idi.
Düzünə baxsan ruh çox məsələn qəvi bir ruh idilər. İndi mütəəssifanə da hamı zahirə baxır, əslən ruha fikirləşmirlər. İndi mütəəssifanə əksər müşkilat, əfsurdəgi zət var cavanlarda. Deyirlər məsələn zudgözər keyflərə baxırlar, vəli baynha deyirlər halımız xoşdur. Əsl halı xoş gərək ruhdur. Ruha gərək baxasan, ruha diqqət eləyəsən. Ruhun halı xoş olsa, elə sən məmulu su da içsən, bir xurma da yesən, bir bu qola həmin Cənabız buyurdu. Bir dənə firni ilə görsən adamın halı xoş. Ərzin xidmətçisi o başdan naçbi döyədilər. Divarlar döyədilər, qapılar döyədilər. Küçədə əzan verməyin nəzərindən qəşəng xatirələr idi. İftar vaxtındakı top atmaqlardan Ərteşin qabağını düzdür. Gedərdik uşaqlıqda baxar top atmaqlara. Bəli o tabaq orucularından da buyurun tabaq orucları. Bizim böyük babamız tutturaydı, nahra kimi caizə verəydi. Xoşal olduk Hamısından sağ olun inşallah. Çox məmnun sağ olun inşallah. İnşallah xahiş. Xuda hafiz. خب عزیز و hörmətli işlənlərimiz, təşəkkür edirəm ki, bizimlə bura kimi həmrah oldunuz. Ümidvaram ki, oruç namazınız qəbul olsun və bu ayın mənəviyyatından, bu ayın rəhmətindən və bərəkətindən hamımız bərxurdar olar inşallah. Sizlər hamınızı Allaha topşururam. Əgər bu videonu bəyənmiş olsanız, həttəmən subscribe eləyin, like eləyin və dostlarınızla da paylaşın. Ayrı bir videoya kimi hamınızı Allaha topşururam. Ümidvaram ki, gələn videolarda da bir-birimizi bu videolarda görək. Allahın əmanında, Xuda hafiz.